Yeni videomuzdan hər kəs salamlayıram dostlar. Mən İlkin Mustafayev. Bugün sizlər üçün bir avtomobil icmal eləyəcəyik. Hansı ki, bu avtomobil 60 illik tarixçəsi olan bir Çinli markadır. Avtomobil haqqında ilk cümlədən daha çox danışmaq istəmirəm. Odur ki, qarşınızda Dongfeng'in Yipay 007 avtomobili. Yipay 007. Əslində bu modelə, bu adın qoyulmağında bir çox səbəblər var. Ümumiyyətlə Dongfeng 1969-dan bəri istehsal olunan bir markadır. Yipay sub-brendində isə bu adların xüsusi mənası var. Burada E hərfi bu avtomobilin elektrikli olduğunu bildirir. Yəni avtomobildə həm elektrik mühərrik var, həm də daxili yanma mühərrik var. Pi simvolu avtomobilin uzun ömürlü olduğunu bildirir. 007 isə cəsurluğunu bildirir. Biz sedan bir avtomobil görürük burada və aerodinamikasına da baxdığımızda xüsusi cəsur bir avtomobil olduğunu görə bilirik. Yəni burada belə desək, Agent 007-dən götürülmə bir simvol var ki, həmin 007 ona görə yerləşdirilib. Avtomobilin ön hissəsinə baxdığımızda çox aerodinamik bir avtomobildir. Yuxarı hissədə biz gündüz işıqlarını görə bilərik, həmçinin dönmə işıqları da bu hissədə yerləşir və animasiyalı bir LED-dir və dönmə işıqları da yandıqda axan bir LED formasında yanır. Aşağı hissədə isə biz yaxın fənərlərimizi görə bilirik, həmçinin uzaq işıqlarımız da aşağı hissədə yerləşdirilib və LED texnologiyadır. Ön hissədə aerodinamikliyi pozmasın deyə bir radiator barmaqlığı mövcud deyil. Amma aşağı hissədə kiçik bir setkanı görə bilirik ki, bizim radiatora xüsusi təbii havadan götürülmə soyutma sistemini də bu hissədə yerləşdiriliblər. Və avtomobildə 540 dərəcə kamera mövcuddur. Nəyə görə 540 dərəcə deyirəmsə, onu irəliləyən dəqiqələrdə izah edəcəm və kameramız da burada mövcuddur və Dongfeng loqosunu da ənənəvi olaraq burada görə bilirik. Ön hissədən danışacağım avtomobilin bu qədərdir. Gəlin yan hissəyə keçək, mən sizə yan hissədə maraqlı detallar var, onları izah edəcəm. Avtomobilə yan hissədən baxdığımızda kifayət qədər böyük bir sedanı görə bilirik biz burada. Çünki avtomobilin uzunluğu 4880 mm-dir. Ençisi isə 1850 mm-dir. Maraqlı bir nüans, avtomobilin yerdən hündürlüyü 163 mm-dir. Yəni bir sedan üçün kifayət qədər hündür bir avtomobildir. İstəyər yolsuzluq şəraitində, istəyər də belə desək, asfaltda rahat şəkildə siz bu avtomobili idarə eləyə bilərsiniz. Yandan baxdığımızda içdən çıxmalı qaput tacaqlarıdır. Amma burada xüsusi bir nüans var. Son dönəmlər bəlkə də biz artıq vərdiş olmuşuq ki, qaput tacaqları avtomatik olaraq içdən çıxsın. Bu avtomobildə elə deyil, gərək biz manual olaraq qaput tacaqlarını özümüz əl ilə açaq. Burada avtomatik qaput tacaqları yoxdur. Və 540 dərəcə kamera güzgü altlığında da davam eləyir. Və avtomobilin təkərlərinə baxdığımızda 19-luq bir təkərlər mövcuddur avtomobildə. Və bizim burada təbii ki, sevirik də qara disk olanda artıq qırmızı supportlarımız olsun. Və bu da yerləşdirilib, qırmızı supportlarımız da var və xüsusi bir dizayn verir. Ümumiyyətlə, avtomobilin rənginə gəldiyimizdə çox maraqlı bir rəngi var. Bu avtomobilin rəngi, bilmirəm kadrlarda necə düşəcəksə, göy rəng kimi görünə bilər. Amma bir purple rəngi var bu avtomobildə. Müxtəlif rəng çeşidləri də var. Ancaq hazırki test maşını purple rəngdədir və çox maraqlı. Zərlərini də yaxından çəkib göstərərik biz sizə. Çox maraqlı görünür. Və yan tərəfdə bizim burada şarj portumuz var. Və yaxud da qeyd elədiyim kimi, avtomobil həm elektrik mühərriklə təchiz olunub, həm də daxili yanma mühərriklə təchiz olunub. Bu avtomobildə 28.4 kW-lıq bir batareya mövcuddur. Həm ev şəraitində şarj eləyə bilirsiniz, maksimal 7 kW siz enerji verə bilərsiniz, həm də stansiyalarda rahat şəkildə şarj eləyə bilərsiniz. Təxmini olaraq maksimal sürəti 80 kW olacaq və bu da o deməkdir ki, 10 dəqiqə ərzində avtomobili şarj eləyib yola davam eləyə bilirsiniz. Amma bununla yekunlaşmırıq. Digər tərəfə gəldiyimizdə biz artıq yanacaq çənini görə bilirik burada. Gəlmə, açılmır çünki. Yanacaq çənini görə bilirik biz burada. Yanacaq çəni isə zavod deyir ki, siz bu avtomobilə 92 oktanlı yanacaq əlavə edə bilərsiniz. Təbii ki, bu artıq sizin istəyinizə bağlıdır. Çünki bir çox videolarda hər kəs deyir ki, yox, turbo mühərrikə 92 əlavə etmək olmaz, nə bilim 95-98 əlavə olunmalıdır. Qardaş, bu zavod Dongfeng deyir ki, mən 60 illik bir avtomobil istehsalçısıyam. Tək avtomobil yox, həmçinin yük maşınları və avtobuslarda istifadə edirəm və sizə tövsiyə edirəm ki, bu avtomobilə 92 benzin əlavə eləyə bilərsiniz və zəmanəti də
5 il və ya 150 min kilometr rəsmi zəmanəti də elə bu benzinlə verirəm. Qalır siz artıq hansı benzini əlavə eləmək istəyiniz. Təbii ki, Azərbaycanda belə desək, yanacağın keyfiyyətini siz bələdsiniz. Çünki mən elektrik avtomobil sürürəm. Ona görə hansı benzini istəsəniz əlavə eləyə bilərsiniz. Bagaj hissəyə keçməmişdən öncə istəyərəm mühərrikxananı göstərim və mühərrik haqqında da kiçik bir məlumat verim sizə. Bunu sevirəm də, özüm asta-asta açdım. Nəsə axtarmırsam burada qarmaq hardadır, kapotu hardan açım, axtarmırsam. Mühərrikxana yoxdur, heç nə yoxdur. Ümumiyyətlə, son dönəmlər icmalını elədiyimiz bir çox avtomobildə biz bunun şahidi oluruq. Mühərrikxana tam bağlı olur. Çünki zavod deyir ki, sürücünün bu mühərriklə heç bir işi yoxdur. Gətir servisə, nə lazımsa biz eləyəcəyik bu avtomobilə. Necə deyir, elə eləyin də. Onsuz da bir çoxlarınızın ağlında belə deyək də plus-minus qalır ki, avtomobil necə olur, necə olmursa, ona görə rəsmi servisə ilə aparırsınız, qalan bütün işlərini hər birini artıq özləri tənzimləyirlər. Qapalı olsa da gəlin mən sizə deyim. Avtomobil 1.5 turbo mühərriklə təchiz olunub. Batareya sistemini az öncə dediyim 28.4 kW'lıq bir batareyası var. Əlavə olaraq LFP batareyadır. LFP batareyalar bilirsiniz ki, təhlükəsizlik nöqteyi nəzərindən daha çox belə desək sevilən bir batareyalardır və həmçinin avtomobildə batareyalar üçün əlavə olaraq da bir soyutma sistemi də var ki, həmçinin isitmə sistemi də var. Bu istilik pompası deyil, bu xüsusi isitmə sistemidir ki, qış aylarında artıq havanın temperaturu daha aşağıya düşdükcə sizin artıq mühərrikdən, generator mühərrikdən, onu xüsusi olaraq vurğulayım, xüsusi bir güc gedir ki, həmin soyutma mayesi sayəsində və istilik pompasını əvəz eləyən həmin qurğu sayəsində batareyalarınızda qızdırılır. Ona görə qış aylarında da aldığınız enerji ilə rahat şəkildə istənilən məsafəni də qət eləyə biləcəksiniz. Gəlin avtomobilin arxa hissəsi barədə sizə məlumat verim. Arxa hissəsinə baxdığımızda biz bu avtomobilə sedan da desək, bu avtomobil bir liftback sedandır. Arxa hissəsini rahat görmək olur. Bagajı açanda mən sizə daha detallı göstərəcəm. Ümumi arxa dizaynına baxdığımızda Dongfeng yazısı öz yerində, 007 yazısını yaxından göstərəcəyik biz sizə. O bayaq girişdə dedim sizə ki, Agent 007-dən ilhamlanmaq məsələsi. Baxın, eyni bu şriftdə də bunu rahat şəkildə görmək olur. Aşağı hissədə çox maraqlı bir difuzorumuz var. Liftback'ə yaraşan bir difuzordur. Burada bizim belə desək qazanlarımız və yaxud da belə desək aşağı hissədə səs boğucu çıxışlarımızı görə bilməsək də, amma elə bir dizayn yaradıblar ki, əsl sport bir dizayndadır. Monoled bir stopumuz var, arxa fənərlərimiz var. Həmçinin burada da animasiyalı işıqlar davam eləyir və dönmə işıqları da eyni ilə fikir verirsinizsə kristallar formasındadır və axan bir dönmə işıqları da. Gəlin bagaja baxaq. Avtomatik açılan bagajlı. Fikir verirsə, liftback olduğuna görə artıq arxa alın şüşəmiz də bizim yuxarıya qalxır. Və geniş bir bagajımız var. 450 litr bir bagaj həcmi var. Əlavə olaraq burada kiçik ciblərimiz mövcuddur. Yanğın söndürən kiçik bir balonumuz var. Başqa elə bir şey yoxdur. Amma bagajda xüsusi bir nüans var. Bagaj ümumiyyətlə açılanda təxmini olaraq 1150 litrə yaxın böyümüş olur. Və giriş isə də böyük olduğuna görə böyük əşyalarınızı rahat şəkildə yerləşdirə bilərsiniz. Bəzi avtomobillərdə, icmalını elədiyimiz avtomobillərdə, yəni görə bilirsiniz də ki, bagaj açılanda böyüksə də, giriş isə balaca olduğuna görə böyük əşyalar yığmaq olmur. Çox əşya yığa bilirsiniz, amma böyük əşya yığa bilmirsiniz. İndi bizdə bəzən olur da rayona gedəndə, rayondan gələndə əşyalarımızı aparma, gətirmə işləri öz üstümüzə qalır. Ona görə giriş hissəyə xüsusi də fikir veririk. Həmçinin arxa hissədə təbii ki, salona keçəndə dinamiklərdən danışacağım, səs sistemlərindən danışacağım. Ancaq arxa hissədən danışmışkən bunu mütləq şəkildə sizə göstərməliyəm. Arxa hissədə bizim bir subwooferımız var. Yəni bu avtomobil bir premium segment avtomobil olduğuna görə avtomobildə 19 plus 2 dinamik var. Plus 2 dinamikin nə olduğunu da göstərəcəm. Bu 19 dinamikin içinə subwooferımız da daxildir və subwoofer bir çox avtomobildə olduğu kimi də eyni ilə bu 007-də də arxada yerləşdirilib. Gəlin avtomobilin salonundan danışaq. Sizə salondan danışım. Oturacaq artıq tənzimləndi özü birbaşa olaraq. Sevdiyim bir nüans. Həqiqətən avtomobillərdə bunu görəndə çox sevirəm. Sükana baxın, iki rəngli bir sükanımız var. Həm ağ rəng, həm boz rəng. Dongfeng logosu və multi sükan. Multi sükanı artıq belə deyək də komplektasiya olaraq deyə də bilmirik. Çünki demək olar ki, bütün avtomobillərdə demək olar ki, yox. Multi sükan olmayan avtomobil demək olar yoxdur, artıq görmürük də, belə desək. Ağ rəng yalnız burada deyil. Həmçinin oturacaqlarımızda da davam eləyir bizim ağ rəngimiz. Oturacaqların qızdırılması, ventilyasiyası, həmçinin sükanın qızdırılması, bunlar artıq komplektasiya yox, vacib bir nüanslardır ki, olması lazım olan nüanslardır. Mərkəzi hissəyə baxdığımızda burada bizim bir ədəd telefonu şarj eləyə biləcəyimiz simsiz şarj cihazı var və 50 vata qədər şarj dəstəyi var.
digər hissə isə boşdur, həmçinin soyutma hissəsi də var. Buranı bastığımızda isə 2 ədəd stəkan yeri, görmək istəmirsinizsə bağlayırsınız. Heç bilinmir ki, burada hansısa bir ciblik var və 2 qapılı belə bir cibliyimiz də mövcuddur. Müxtəlif əşyalarınızı qoya bilərsiniz. Maraqlı bir nüans. Kondisionerin havalandırma çıxışını burada əlavə eləyiblər. İstədiyiniz qidanızı və yaxud da suyunuzu, misal üçün hava hazırda 33 dərəcədir, səhər saat 8 olmasına baxmayaraq artıq qızıb havalar. Kondisionerinizi işlətdiyinizdə sizin qidalarınız da, suyunuz da artıq orada soyumuş olacaq. 64 rəngli ambient işıqlandırma var. Qapı üzlüklərinə baxdığımızda Nabukdan istifadə olunub. Həmçinin ön torpedoya da baxdığımızda orada da Nabukdan istifadə olunub. Dinamiki görmüşkən deyim, az öncə mən 19+2 dedim, ancaq 19+2 plus 1 dinamik var. Bunlar nədir? 19 dinamik ümumi olaraq avtomobilin dinamiklərinin sayıdır. Vanos səs sistemi ilə təchiz olunub. Avtomobil bir premium səs sistemidir, premium markadır. Bu Vanos səs sistemi 2 dinamik nədir? 2 dinamik sürücünün başlıq hissəsində yerləşən dinamiklərdir. Mən ümumiyyətlə bu funksionallığı çox sevirəm. Öz avtomobilimdə də bunun olmağını çox istəyərdim. Müxtəlif bildiriş dəstələri var. Məsəl üçün naviqasiya və yaxud da Apple CarPlay ilə hansısa bir qoşulma, Apple CarPlay demişkən CarPlay də mövcuddur, danışacağam. Apple CarPlay ilə hansısa bir qoşulma olduqda sizə bir SMS gələndə, bildiriş gələndə və yaxud da telefonla danışdıqda siz səsi buradan eşidirsiniz. Artıq sərnişinlər narahat olmuş olmur. Rahat şəkildə buradan səsinizi eşidirsiniz. Bildirişləri də rahat şəkildə bu hissədən eşitmiş olursunuz. Avtomobildə Apple CarPlay var, radio var, bütün belə deyək, funksionallıqlar avtomobildə aktivdir. Bəzi avtomobillərdə Apple CarPlay-in olmamasının şahidi ola bilirik, amma belə deyək də hazırda avtomobillər bir gadgetdir, müxtəlif update-lərlə əlavə oluna bilir. Bu avtomobildə isə birbaşa olaraq simsiz, yəni qoşulmadan ümumi olaraq Bluetooth vasitəsilə Apple CarPlay-i rahat şəkildə qoşulma eləmək olur. Avtomobildə həmçinin 540 dərəcə kamera var. Bu kameralar bir yaddaşa yazıla bilən kamera sistemi ilə təchiz olunub. Yəni siz həm hərəkət vaxtı, həm park rejimində, həmçinin səsi rahat şəkildə buradan fikir verirsə yaza bilirsiniz və avtomobildə istədiyiniz vaxtda bilirsiniz, video registrator almaq dönəmi bitib də artıq. Artıq avtomobilin öz kameraları ilə bu funksionallıqları aktivləşdirmək mümkündür. Bəs 540 dərəcə kamera nədir? Gəlin onu da izah edeyim. 360 dərəcə bildiyimiz kimi avtomobilin hər tərəfidir, ümumi dövrüdür və digər 180 dərəcə isə avtomobilin aşağı hissəsidir. Yəni hansısa bir şəraitdə, hansısa bir yoldan keçdiyinizdə kamera sistemini açdığınızda yaddaşa yazılma funksiyası ilə avtomobilin ümumi burada gördüyümüz silüetində aşağı hissəni də rahat şəkildə yaddaşa yazır və siz artıq avtomobilin aşağı hissəsində görmüş olursunuz. Baxın, belə bir özəlliyi də mövcuddur. Avtomobildə sürətlər qutusu bu hissədə yerləşdiyinə görə aşağı hissədə dəyərləndirilib, yəni mərkəzi konsol artıq belə deyək də daha bizə funksional olub. Ona görə aşağı hissədə dəyərləndirilib, əlavə olaraq Type-C və USB yerləri yerləşdirilib. Təbii ki, Dongfeng ənənələrə sadiq qalan bir markadır. Ona görə USB-yə də sadiq qalır. Qapımızda isə maraqlı bir qapı açan burada qol var. Biz bu qolun bu formada olmasını heç bir avtomobildə düymə olub, hansısa bir qol olub, ancaq bu formada ilk dəfədir belə bir dizayn görürük. Gəlin avtomobilin arxa hissəsi ilə bağlı danışaq. Arxa sərnişin yeri çox genişdir, çox rahat yerləşir. Baş məsafəsi kifayət qədəri var, çünki panoramik damdır, açılmayan panoramik damdır, pərdə də yoxdur bu avtomobildə. Hazırda 33 dərəcə temperatur olmasına baxmayaraq mən şüşəyə hazırda əlimi toxundururam. Demək olar ki, istilik qətiyyən yoxdur. Bunun səbəbi var, çünki bu avtomobilin damındakı şüşədə 2 nüans var. Birinci nüans antiblikdir, bu öz yerində. Çünki istinin qarşısını almaq üçün mütləq şəkildə antiblik olmalıdır. İkinci vacib nüansı isə damda 2 qat şüşədən istifadə olunub. Təbii ki, bu özü xüsusi bir rol oynayır ki, həm antiblikli, həm də 2 qat şüşə olmasa artıq istini ciddi şəkildə alır. Ona görə pərdəyə qətiyyən ehtiyac olmur. Çünki bu avtomobilə artıq ikinci gündür mən istifadə edirəm. Dünən də günəşin altında qalmışdı və onu hiss elədim ki, şüşədə elə də qızma yoxdur. Mənim avtomobilimdə misal üçün müəyyən qədər qızmalar olur, ancaq burada yoxdur. Mən artıq araşdırdığımda gördüm ki, 2 qat şüşənin xüsusi bir önəmi var. Arxa hissədə də Nabuk davam eləyir. Şüşələrin maraqlı endirib qalxma düyməsi var. Type-C USB arxada da var sərnişinlər üçün və bizim burada kondisioner çıxışımız var. Stəkan yerlərimiz və qol altımız. Və eyni öndəki, ön oturacaqlardakı belə desək dizayn arxada da davam eləyir. Ağ rəng və boz rəngdə oturacaqlar. Arxa hissədə elə də bir fərqlilik yoxdur. Çünki belə deyək də, az öncə də dediyim kimi Dongfeng ənənələrə sadiq qalmağı sevir, sadəliyi sevir və minimalizmi sevir. Ona görə istənilən sərnişin rahat, fərah bir şəkildə səyahət eləyə bilir bu avtomobildə. Gəlin avtomobili kiçik bir test yürüyüşünə çıxaraq və müəyyən xüsusi mühərrik və texnoloji özəllikləri var ki, həmin vaxtı sizə izah edeyim. Avtomobilin hazırda salonunda kiçik bir test eləyək dedim və sürüş vaxtı da sizə avtomobili izah eləyeyim. Az öncə də dediyim kimi start-stopumuz yoxdur. Təhlükəsizlik kəmərini taxırıq, tormuzu basıb
deyə keçirdiksə, avtomobil artıq hərəkətə hazırdır və ilk başlıqda istədim ki, bir kərə-kötür ərazidə avtomobili test eləyək, sizə göstərim. Avtomobil sadə askı sistemidir. Ön hissə McPherson'dır, arxa hissə isə Multilink-dir. Buna baxmayaraq, avtomobil çox yumşaqdır. Sanki bir pnevmatik askı sisteminin yumşaqlığı var avtomobildə. Ümumi olaraq, yəni fikir verirsinizsə, mühərrik də hazırda işə düşdü. Avtomobildə demək olar ki, salonda heç bir səs yoxdur. Avtomobilin ümumi idarə etməsi ilə bağlı istəyirəm məlumat verim sizə. Müxtəlif idarəetmə rejimləri var. Eko, komfort və sport rejimlər. Eko rejimə bizi qoyduğumuzda avtomobili təbii ki, tam olaraq gücü verəcək, belə deyək, elektrik mühərrikə. Mən məsləhət görürəm ki, ümumiyyətlə avtomobilləri çalışın, komfort rejimdə idarə edin. Yox, əgər daha sərt idarə etmək istəyirsinizsə, sport idarə etmə sizin əsl variantınızdır, belə deyim. Və bizim rekuperativ tormozlanmamızın 4 rejimi var. 4 rejim nədir? İlk öncə tamamilə söndürə bilərsiniz. Çox yumşaq və yaxud da tam sərt. Bu nədir? Yəni siz tək pedal idarə etməklə avtomobilə əlavə olaraq enerji qazana bilərsiniz. Ümumiyyətlə söndürdüyünüzdə adi avtomobil kimi idarə eləyəcəksiniz. Təbii ki, burada artıq sərfiyyatınız da müəyyən qədər qalxmış olacaq. Həm enerji sərfiyyatınız, həm benzin sərfiyyatınız. Və bizim sükanımızın da idarə etməsinin 3 müxtəlif rejimi var. Komfort, standart, sport. Təbii ki, bunlar artıq bəlli olan bir məsələlərdir. Misal üçün, komfort rejimdə şəhərçi idarə etmədə daha rahatdır ki, biz daha yumşaq bir sükan idarə etməsi əldə eləmiş oluruq. Sport rejimi isə daha çox uzaq məsafələrə getdiyimizdə, yüksək sürətlə hərəkət elədiyimizdə keçirdirik ki, daha sərt olsun, hansısa bir maneələrdən, yamalardan keçəndə artıq sükan öz başına dönmüş olmasın. Əlavə olaraq isə mən sizə enerji rejimlərini göstərmək istəyirəm. Burada enerji rejimlərində 3 müxtəlif forma var. Deməli, siz avtomobili istəyirsiniz ki, daha çox üstünlüyü elektrikə versinsə, bu rejimə keçirirsiniz. Və avtomobil tam olaraq elektrikə, belə deyək, daha üstünlük verir. Amma istəyirsiniz ki, yox, elektrikə üstünlük verməsin, daxili yanma mühərrik işləsin və bütün gücü oradan götürsün. Bu düyməni basırsınız və avtomobil hazırda mühərriki işləyir, düzdür, siz eşitmirsiniz, çünki mühərrik çox səssiz işləyir. Və yaxud da hibrid rejim, yəni qarışıq rejimdə idarə etmə. Burada da artıq belə bir məsələ var ki, siz əgər qazı yumşaq bastığınızda daha az sərfiyyatınız olur, daha az benzin sərfiyyatı gedir, amma daha çox qaza yükləndikdə artıq daxili yanma mühərrik işə düşmüş olur. Bu formada müxtəlif funksionallıqları var, həmçinin belə bir fight modumuz da var ki, siz avtomobili 0-100 sürətlənməsini yoxlaya bilərsiniz. Çünki bu avtomobil 218 at gücüdür. 0-dan 100-ə isə sürətlənməsi zavod dəyərləri 6.8 saniyə deyir. Çünki 310 Nm avtomobilin fırlanma anı var. Və istəsəniz, əgər uyğun bir ərazi olsa, fight modda da bunu siz rahat şəkildə yoxlaya bilərsiniz. Çünki burada həm də saniyəni də yoxlamış ola bilirsiniz. YPI 007 haqqında məndən bu qədər. Bu premium segment bir sedan avtomobilin tam incələməsini sizlər üçün elədim. Videoda və bu avtomobildə ümumiyyətlə nəyi bəyəndiniz, nəyi bəyənmədinizsə şərhlər bölməsində mütləq şəkildə qeyd edin. Təbii ki, videonu da bəyənməyi unutmayın, çünki siz videonu bəyənməklə və bölüşməklə bizə dəstək olursunuz. Növbəti videoda, növbəti bir icmalda və ya vlogda görüşərik. Hələlik.